Herkes salam. Bu günləri 7-ci sinif kimya KSG 6 nümunəsindən baxacağıq. Başlayaq. Birinci sualda deyir ki, kimyəvi hadisələr fiziki hadisələrdən nə ilə fərqlənir? Kimyəvi hadisələrdə maddənin tərkibi dəyişir, lakin fiziki hadisələrdə maddənin tərkibində heç bir dəyişiklik baş vermir. 2-də deyir ki, hansı fiziki hadisədir? Suyun donması bu fiziki hadisədir. Odunun yanması, yeməyin bişməsi və qidanın həzmi isə kimyəvi hadisədir. Çünki bu zaman tərkib dəyişir. Maddənin aqreqat halı dəyişdikdə isə tərkib dəyişmir. Sadəcə onun forması dəyişir. Yəni 2-də cavab A-dır. 3-də hansı kimyəvi hadisədir? Suyun donması bu getdi, bu fiziki hadisə idi. Suyun buxarlanması bu da fiziki, yağışın yağması fiziki, cavab D, dəmirin paslanması. 4-də deyir ki, südün turşumasını necə müəyyən edirik? Yəni dadına baxmaqla müəyyən edə bilərik ki, bu turşuyub. 5-də deyir ki, istilik effekti hansı hərflə işarə olunur? Burada cavab Q-dür. İstilik effekti Q hərfi ilə işarə olunur və kimyəvi reaksiyalarda udulan və ya ayrılan reaksiya, yəni udulan və ya ayrılan istilik effekti adlanır. 6-da ekso sözün mənası nədir? Daxilə endo deməkdir, istilik termos deməkdir, xaricə ekso deməkdir. Cavab burada C-dir. 7-də deyir ki, istiliyin udulması ilə gedən reaksiyalar necə adlanır? Yəni istilik udulan zaman bu endotermikdir və mənfi Q ilə işarə olunur. Cavab C. 8-də deyir ki, termos sözün mənası nədir? Termos xaricə ekso, daxilə endo deməkdir. Burada cavab C-dir. Termos istilik deməkdir. Sonra 9-da deyir ki, istiliyin ayrılması ilə gedən reaksiyalar necə adlanır? Bayaq demişdik ki, istiliyin udulması ilə gedən reaksiyalar endotermikdir, lakin istiliyin ayrılması ilə gedən reaksiyalar, hansı ki, müsbət Q ilə işarə olunur, olacaq ekzotermik. Cavab D, 9D. Onda deyir ki, kimyəvi reaksiyaların əlamətləri hansılardır? Rəngin dəyişməsi, qoxu, dad dəyişməsi, daha sonra qaz və ya çöküntü halda əmələ gəlməsi, reaksiyanın ayrılması və ya udulması, yəni reaksiyada istiliyin ayrılması və ya udulması bu kimyəvi hadisələrin əlamətləridir. Daha doğrusu reaksiyaların əlamətləridir. Bu günlük bu qədər. Sağ olun.